Anar bizi belə aldatdı, belə elədi, belə elədi, belə elədi. Səhərisi günü keçmiş xanımın qulaq as. Yəni bir ildən çoxdur sənin adın burada. Qətiyyən. Heç bir şeylə mən ona əlaqəm yox qətiyyən. Amma sizin adınızdan hərəkət edirdi. O zaman ged ona denən ki, qardaş, neyə zəh vurur? Bizi narahat eləyir. O zaman ged ona denən ki, qardaş, neyə zəh vurur? Bizi narahat yazır, silir. Niyə silirsən? Saxla da. Verməm. Sağ müəllim, dünən evə getmişəm, buradan getmişəm. Gördüm mənim nəvəm Dəniz. Telefon Dənizdə olur bu hazırlığı zadı üçün. Elə mən gəlim. Bu da mən gəlib gedənə qədər bu işdən gəlir. Yəni ki, birinci smen olanda. Gördüm Dəniz, uşaq ağlayıb. Ay Dəniz, nə olub, nə olub? Özdə çəkilir kənarda bir küncə qısılıb durur. Nənə gəldi. Bu da bilmir, mən də bilmirəm. Telefon onda olub. Nənə, Mədinə deyir ki, bilir də o necə nə dediyi lazım deyil. Deyir ki, Esmira, get, filan pis sözlər, qızlarımın dərdini çək. Kim deyir? Mədinə bunu söyürmüş. Qız uşaq oxuyub. Sonra onu söyübdü. Pis sözlərlə, o elə bilir ki, mən oxuyacam bunu. Amma telefon olub Dənizdə. Ondan sonra da götürüb yazdığını silib. Heyfmə telefonumu yoxdur, göstərərdim sizə ki, silib. Amma buradan səslənirəm, sən Mədinəsən, kimsən? Sənin bir ailəni dağıtdığın üçün, 2 uşağı pərən-pərən saldığın üçün, səs yazılarının milyonlarla insanların yanından çıxdı ki, get arvadımı boşa, ərizə verdin mi? Gəl mənim evimə, mən sənə kompensasiya davası aça bilərəm. Yəni bunu bil. Və bir də çox hörmətli vəkilimiz izah eləsin. Bundan, mən buna cinayətkar deyirəm. Bilirsiniz nəyə görə bunu deyirəm ki? Yox, bilirsiniz, mən burada sözünüzü kəsəsi olacağım. Bir insana siz cinayətkar deyə bilməzsiniz, onun cinayəti qanuni şəkildə qulaq asın. Mən sizə qanunu deyirəm. Heç bir kəsin cinayəti təsdiqlənməmiş insana cinayətkar deməsi qanuna ziddir. Olmaz. Elə və ya belə, olmaz. 2 uşağın taleyini puç eləyən, mənim qızımın ağıllı, körpə balamın taleyini puç eləyən min zəhmətlə nigar kimiləri məmləkətimizdə çoxdur. Onlarla, yüzlərlə və minlərləndir. Nigar kimi qadınlarımız, xanımlarımız. Balalar, mən bir dənə onu bilirəm ki, uşaq evladdan hədiyyə olmaz heç kəsə. Evladdan hədiyyə olmaz. Uşağın yeri, evladın yeri ana qucağıdır, ananın yanıdır. Mən çox xahiş edirəm, mənim bu sözümü bəziləri qulaq ardına vurmasınlar, hələ Nigar kimisinin. Nigar öz evində oturub, evladlarına baxan, gəlinliyi ilə, namusu ilə, şərəfi ilə, ləyaqəti ilə mənim evimdən gəlin köçən bir xanımdır. Və bu xəyanəti, bu mundarlığı qəbul eləmək olmaz, bu qəbul olunmaz. Aydındır, bu aydın məsələdir, bu aydın məsələdir. Zaten heç Nigarın belə bir fikri də yox idi, mən belə başa düşürəm ki. Zahir müəllim, yoxdur mən. Yəni, bizim yollarımız ayrılıb, bəli. Amma mən axı onu şəratmıram, mən ona... Anar, bir şey də soruşum sizdən, mənə bunu deyin, görün, bu doğrudurmu, yoxsa yox? Eşitdiyimə görə ananız xəstədir, Rübabə xanım. Allah kömək olsun. Şükür Allah, indi yaxşıdır. Və belə bir şey olubmu ki, Rübabə xanım Nigardan halallıq istəməkdən ötürü xahiş eləyib ki, xahiş eləm o qız mənə halallıq versin? Yox. Sən... Yox, bir dəqiqə, üzr istəyəm. Keçmiş qaynanamla danışmıram mən, yəni əlaqəmiz yoxdur. Yəni mən uşağa görə, Arifə görə, yəni Arifin telefonu yox idi, ona görə məcbur idim. Hər gün soruşurdum oğlumu, ki, necədir, yəni bu mənim analıq borcumdur. O özü də mənə dedi ki, özü yəni şəklini atdı ki, yəni anam yaxşı deyil, vəziyyəti pisdir, yəni dənizdən gəlirsiniz rayona, dənizdə görməz. Bəli, məndədir. Yəni çox pis olmuşam. Bir dəqiqə, hər şeyi qoyuram bir qırağa, yəni nə deyə bilərəm, olmamalıydı, oldu. Bu adam deyir ki, efirdə də canlıyam deyir, sənin ailə qurma fikrim yoxdur. Nöqtə qoydu məsələyə. Müəllim, mən də onu deyirəm də, əlbəttə ki, mənim də onunla barışmaq niyyətim yoxdur. Bizim taleylərimiz ayrılıb, bizim həyat yollarımız ayrılıb. Mən sizdən boşanmışım, yollarımız ayrıdır. Nigar, get həyatını yaşa. Sadəcə olaraq bir ata kimi heç olmasa biraz məsuliyyəti olsun da, biraz məsuliyyəti olsun. Sənin qız uşağın bir ananın yanındadır. Necə mən oğlumla maraqlanmalıyam, borcumdur. Artıq məhkəmə qərarına münasibətlərinizə xitam verilir. Yollarınız ayrıdır. Anar bəy efirdə söylədi ki, milyonların gözü qarşısında. Bəli. Nigar xanım, get həyatını yaşa. Mən yaşayıram zaten həyatımı. Ay müəllim, mən ondan... Ay Zahir müəllim, mən niyə belə şey olur? Mən ona demirəm ki, gəl biz barışaq. Onun mənə bəzi şeylər gəldim burada olundu, eşitdim mən. Mən sizə ilk öncə soruşdum ki, Nigar xanım, o mesaj onun telefonundan gəldi. Mənə göstərdi, mən görüm. Hə, yaxşı, baş. Götür.
Mən sizdən soruşdum axı. Əminsiniz ki o mesaj anar Biz bəyin yalan telefonuna danışan gəlib. adamlar deyilik. Yalançılara da nifrət edən adamam. Ömrüm boyu dürüstlüyümə görə, düzlüyümə görə həyatda özümə yer Aydındır. tapmamışam. Mən istəyirəm bu studiyaya bir nəfəri dəvət eləyim. İndi o adam gəlir bizim studiyamıza. Bəli, nələr baş verəcək burada, nələr olacaq? Biz onu görəcəyik. Mən ümid eləyirəm ki, hər şey çözülməlidir bugün burada. Və bəzi nüanslar var ki, o nüanslara da aydınlıq gətirilməlidir. Sən hirslənmə, ey. Kişi baxır, sən hirslənmə. Yəni sonra sən pis vəziyyətdə qalmadı, deyəcəklər ki, bəlkə bu özü elə istəyir belə. Hansı?